Deməli 9 avqust 2026-cı il Spider-Man Brand New Day filmini izlədik Vüsal'la və kinoteatrdan çıxmışıq. Ayaqüstü film haqqında fikirlərimi deyəcəm. Yəni, mən Tom Holland'ın ifasında Hörümçək Adam filminin sadəcə iki seriyasını kinoteatrda izləmişəm. Biri bu seriyası oldu. Bir də ki, ən birinci seriyası olan Homecoming birinci filmi olan birinci seriyası idi. Mənim üçün film, yəni Tom Holland'ın qətiyyən ifasında Hörümçək Adamı bəyənmədiyim üçün bu filmə verəcəyim bal, yəni nə sujeti, nə gedişatı, yəni mən solo Hörümçək Adam filmi izləmək istəyirəm. Mənə yəni Spider-Man və onun möcüzəvi dostları çizgi filmində olduğu kimi bir növ team-up lazım deyil. Yəni filmdə kim istəyirsən var da yəni. Bu adın onda Hörümçək Adam niyə qoyursunuz? Qoyun nə bilim Avengers, Spider-Man, Revanş, nə bilim nəsə belə bir şey də. Yəni adın Hörümçək Adam niyə qoyursunuz bunun? Yəni bu Hörümçək Adam filmi deyil, bu solo film deyil, bu team-up'dır. Mənim verəcəyim bal 0. Vüsal'ın verəcəyi bal 7 bal. Hələlik bu qədər.